Hər kəsə salam. Bu gün Ramazan süfrələrinə yaraşan yumşaq və ləzzətli süd çörəyi bişirirəm. Bu çörək həm bayram süfrələrini, həm də gündəlik çay süfrələrində mükəmməl seçim olacaq. Hazırlayın, hər kəsin bəyənəcəyinə zəmanət verirəm. Xəmir üçün 1 stəkan ilıq südə 1 yemək qaşığı şəkər tozu və 1 yemək qaşığı maya əlavə edib qarışdırıram. Aktivləşməsi üçün kənara qoyuram. Bu arada qaba 4 stəkan yarım un, 1 çimdik duz, 1 paket vanil və sarı kök əlavə edib qarışdırıram. Maya aktivləşdi. Üzərinə yarım stəkan şəkər tozu, 1 yumurta və 1 yumurtanın ağını əlavə edirəm. Sarısını üzəri üçün ayırıram. Şəkər tam əlil olana qədər qarışdırıram. Sonra bu qarışımı una əlavə edib qarışdırıram. Xəmir bərkiməyə başlayanda yoğurmağa başlayıram. Əgər süd çörəyinin daha şirin olmasını istəyirsinizsə, şəkərin miqdarını artıra bilərsiniz. Xəmir bir qədər bərkiyəndə üzərinə 100 qram otaq temperaturunda kərə yağı əlavə edirəm və əlimlə yaxşıca yoğururam. Bu mərhələdə xəmiri uzun müddət yoğurmaq lazımdır ki, elastik və ələ yapışmayan gözəl bir xəmir alınsın. Xəmirin üzərini streçləyib isti mühitdə mayalanmağa qoyuram. Daha tez mayalanması üçün 150 dərəcədə 3 dəqiqə qızdırdığım sobaya yerləşdirirəm. Təxminən 1 saat 30 dəqiqə gözləyirəm. Xəmir mayalandı. Mayalanmış xəmirin havasını çıxarıram və 2 hissəyə bölürəm. Məndə 2 ədəd 523 qramlıq kündə alındı. Sonra soba qabını yerləşdirib dairəvi formada yayıram və üzərini örtüb yenidən bir qədər mayalandırıram. Üzəri üçün ayırdığım yumurta sarısını 2 çay qaşığı süd əlavə edib qarışdırıram. Süd çörəyinin üzərinə yumurta qarışımını çəkirəm. Çəngəllə xətlər çəkib yersiz qabarmalar olmasın deyə dəliklər açıram. Zövqə görə üzərinə küncüt səpirəm. Əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada üzəri qızarana dək bişirirəm. Və budur, pambıq kimi yumuşaq süd çörəyimiz hazırdır. Diqqət edin ki, çörək tam soyuduqdan sonra kəsin. Əks halda içi bişməmiş kimi görünə bilər. Hazırlayan hər kəsə indidən nuş olsun. Ramazan bayramınız mübarək. Videonu bəyəndinizsə, like edib dostlarınızla paylaşmağı unutmayın. Hələlik.